Bu bir. Dördüncü qrupa verən uşaqlar xüsusilə hesab edin ki, heç olmazsa, yəni bu davamlılıq olmalı bu uşaqda. Oturub oxumağa davamlılıq, davamlı oxumalı. Deyə bilər Hüseyin müəllim, 3-cü qrupda oxumalı deyir bəyəm, 2-də oxumalı deyir. 4-cü qrupun verdiyi tələblə, qoyduğu tələblə, deyək, 1-ci qrupun verdiyi tələb arasında müəyyən bir, az da olsa müəyyən bir fərq var. Bunu biz başa düşürük. Amma burada uşaqdan, məsələn, uşağın o özünün psixoloji çəkisi var. O uşağın gücü çatacaqmı 4-cü qrupda? Məsələn, uşaqlarımızda ən sıxıntılı şey nədən ibarətdir? Bu, Amerikada, Kaliforniya ştatında, institutun birində belə bir 12-ci sinif şahidləri ilə, 12-ci sinif şahidlərinə belə bir araşdırma edirlər, belə bir tədqiqat aparırlar. 12-ci sinif şahidlərini seçimi edirlər və deyirlər ki, ixtisas seçimi üzrə hansı ixtisarı seçirsiniz? Uşaqlardan deyək ki, bir böyük qrupu əllərin qaldır ki, biz tibbi seçmişik, ona doğru hazırlaşırıq. Bir qrupu hüququ seçib, ona doğru hazırlaşırlar və bir qrupu memar və s. Bunları yığırlar belənçinə, aparırlar xüsusi tədqiqat mərkəzlərinə. Bu tibbi seçən uşaqları gətirirlər birbaşa morqa. Morqa gətirirlər, deyək ki, bir 2 il, 3 il bundan əvvəl ölən meydin qarşısına və ya təzə deyək ki, ölən bir insanın qarşısına, masanın üzərinə. Uşağa deyirlər ki, bu kimdir? Uşaqlar indi təbiidir ki, morqa girmək, deyək ki, o formalinin iyi, bir yandan da ağır bir atmosfer, bir dənə işıq o tərəfdə yanır və bu 12-ci sahilini gətirsən bura. Bunlar bunu nəyə görürlər? Bunlar deyirlər ki, biz istəyirik ki, uşaqlardakı o psixoloji hazırlığı yoxlayaq. Görək, bu uşaq cəsarət edəcəkmi bu, belə deyək də, bu morqa girib meydi yarmağa, içinə baxmağa, əlindən tutmağa, nə bilim, hərəkətləndirməyə, o ürək eləyə biləcəkmi? Belə görürlər ki, onlardan neçəsi artıq yerdə, özlərindən gedib. Və yaxud da biri, üzr istəyirəm, qaytarım. Deyə bilərsiniz ki, bu olur da, sonra vərdiş edirlər. Burada əsas amil uşaqların beyni sinir sisteminin güclü müqavimətli olmasıdır. Bədənin bu şeyə soyuqqanlı baxmasıdır. Bu bir tərəf. İkinci, hüquqşünasları aparırlar. Hüquq seçən uşaqları aparırlar. Hara? Deməli, ən ağır cəza koloniyası 30 ildən yuxarı yatan, ömrü yatanların içinə. Gətirib deyirlər ki, bax burada, uşaqlara deyirlər ki, bax bu kameralarda görəcəksiniz. Burada 30 il, 25 il alan adamlardır. Sən girib onunla söhbət edəcəksən. Uşaq yaxınlaşanda görür ki, nəhəngin biri çıxıb qabağına, yekə dişlə, deyir, o mən parçalayar, deyir. Yəni, sən onu elə təsəvvür elədin ki, bu belə nəhəngdir, bu belə çıxmasını üzr istəyirəm hamıza, bu manyakdır və vampir bir adamdır. Bu, uşaqların yoxlama onu göstərir ki, son nəticədə, uşaqları gərək həvəsləndirəsən və uşaqlara bu haqda biraz danışasan. Məsələn, bəzən valideynlər elə əmr forması ki, yaz 4-cü qrupu. Tamam, amma 4-cü qrupda uşaq nə edəcək, nədir burada, bu həkim olmağa uşaqda həvəs oyatmalıdır, uşağa bu haqda danışmalıdır, uşağa bu haqda əlavə bilgilər verməlidir, uşaq əlavə bilgilər toplamalıdır. Yəni, təbii ki, internet gözün qabağında açıb hər zaman material ala bilir, amma dinləmə o mədəniyyəti olması lazım, uşaq onu dinləsin, informasiyanı alsın, istər hüquq sahəsində, istər və s. İndi şükür Allah'a inkişaf edir hər şey, amma valideyn tərəfindən və yaxud da müəllimlər tərəfindən aldığı ixtisas barədə geniş bir bilgi alması vacibdir. Çünki tövsiyə olaraq daha yaxşı olardı. Gördüyünüz kimi, uşağa belə bir şeydə kömək eləmək daha çox yaxşı olardı. Yəni, uşağa dəstək olmaq, uşağa deməmək ki, gözlü deşərəm, bax, sənə halal eləmərəm kürəyimi, instituta girməsən. Keçən birində bir hadisə baş vermişdi, çox maraqlı bir hadisə idi. Bir dəfə mən bunu danışmışdım bizim uşaqlara. Deməli, bu hadisə çox maraqlı idi, həqiqətən deyirəm, olan bir şeydir. Deyərsiniz ki, Hüseyin müəllim, bu olmaya bilər belə şey, belə bir şey olub. Deməli, uşaq 2 il hazırlaşır instituta, digər uşaqlar kimi abituriyent olaraq çalışır, beyin kapasitesi yaxşı, ortalaması 600 üzərində, 500 üzərində olan uşaq. Gəlir instituta yaxınlaşan ərəfə, səhər instituta artıq sınaq imtihanı başlayır, dəqiq imtihanı. Axşamdan bu yandan valideyn heç bir zaman haykü salmayan bir valideyn başlayır qışqırmağa. Tez elə, sənətlər hazır qoyub, paltarlar oyundan ütürlər, bunları hazır qoyub, bunu elə bu. O yandan valideyn anası qışqır üstündən, baxa, işdirsən, mən atan deyənləri yadından saxla, bunu belə. O yandan evdə olan ailə üzvləri kim var, başlayır usta düşməyə, belə panik yaradır. Uşaq gecəni səhərə kimi yar yuxulu, yar birtər oyanır. Səhər tezdəndən, aman Allah, nələr baş, uşaq deyir ki, evdə nələr olur Hüseyin müəllim. Təsəvvür edirəm ki, bomba düşdü evə. Evdə hamı qarşı bir-birinə, ay qız tez elə, ay qız əl üzü yumadın, ay dişləri yumadın, əli yumadın, çörək yemadın, bunu eləmədin, ac sus, bir təhərləndir, axırı yarım bir şeylə yedim deyir, elə çıxmışam, atam deyinə, danışır dalındır, gəlir, anam o yandan danışır, baxa, eşitirsən, baxa, gözləri iri aç, neynə, çox sözlər deyirlər, nəysə uşaq gəlir imtihana, binanın qabağına çatır, binanın nəhəng bilirsiniz, cəmaat orada çox,
nə qədər adamlar o həyəcanın içindədir Hüseyin müəllim. Mən nətər ola bilərdim bir dənə o qarışqa kimi. Bir təhər gəldim arxadan, üzr istəyirəm, arxadan nətər valideynim, atam belə vurdu ki, bax ha, yazmasın evə gəlmirsən, işləyirsənmi? Bunu deyəndə bilirdim ki, mən yuxarıdan başıma nəysə gəldi, düşdü ağır bir şey. Mən də özümdən getdim. Özümdən getdim, biləkənlər ağırlı çıxa bilmədim və həkim gəldi. Onu bildim ki, mənə sakitləşdirici əvəzində mənə Dimidrol vurdu deyir. O Dimidrolla 45 dəqiqə mənə ancaq o otaqda elə fırlanırdım bilən içindən ki, mən nə yazdım, görürdüm ki, cəmaat gedir, gəlir. İnandırım sizi, o saat yarım ərzində deyir Hüseyin müəllim, mən nə yazdım, onu ilə mən instituta girmişəm. Nə yazmışam, Allahın içinə bax, bu savadlı uşaq. Amma valideyn o həyəcanı, paniki. Sonra bir imtahan qutarandan sonra yəni soruşurlar valideynlər ki, axı nə düşmüşdü, nə olmuşdu bu uşaq? Heç özümüz də bilmirik ki, biz bu uşaqdan nə istəyirik, niyə görə bu uşaqla belə davranırıq? Yəni bu həyəcan, o paniklik, o belə deyək də səbirsizlik, hövsələsizlik, əksinə onu bir qəşəngcə bağrınıza basın, qucaqlayın, mənim balam, mənim əzizim, bax, sən instituta girərsən, girməzsən, burada əsas odur ki, sənin sağlam səhətin olsun, sənin sağlam düşüncən olsun, sən inşallah indi olmasa da o bir səfər girəcəksən, sən özünə fikir ver, tələsmə, yavaş-yavaş yaz, narahat olma, amma diqqətli ol, yavaş sözü deyəndə deyin, amma onu belə, məsələn, bu şəkildə deyəndə, əlbət ki, məsələn, çox gözəl olar ki, səhər-səhər bir xeyir duasını verəsiniz, bir qəşəng-qəşəng bir Allaha bir dua eləyəsiniz, bağınıza basasınız, sakitləşdirəsiniz, özünüz biraz onu belə rahatlandırasınız, bərabər gedəsiniz və yaxud da getməyəsiniz. Yəni, bunların əsas hədəfi buradadır ki, bu uşaq o zaman sizdən bir şey istəyir. Ancaq, belə deyək, xoş emosiya istəyir. Belə bir sual verim, dəyərli valideynlərimiz sizə, istərdim bunu cavablandırasınız. Psixologların gəldiyi bir qənaət var, deyirlər ki, valideynlər, məsələn, övladlarını gün ərzində heç olmasa 3 və yaxud da 5 dəfə öpməlidir, qucaqlamalıdır və bağrına basmalıdır. O sualı sizə vermək istərdim. Xüsusilə atalara müraciətim budur ki, əgər qız uşaqlarınız varsa, onları siz gün ərzində öpüb, bağrınıza basıb, xoş sözlər, saçını tumarlayırsınızmı, yoxsa özünüzdən aralıda saxlayırsınız ki, yox, bu bizə adət və uyğun deyil. Əslində, qız uşaqların atasından istədiyi var. Nədir istədiyi? Deyir ki, atamdan mən bir şey istəyirəm ki, mənə xoş söz desin, məni bağrına bassın, məni sevsin, mənə gözəl sözlər desin. Atam deyir, gəlirdir, hədir, sənə hər şey almışam, hər şeyin var, da nə istəyirsən? Amma deyir, mənə onlar lazım deyil, mənədir atamın xoş sözü, xoş məsləhəti, atamın, belə deyil, məni sevməsi lazımdır. İndi sualım o idi valideyn atalara ki, siz evladlarınızı, istər oğlan, istər qız, bağınıza basırsınızmı, xoş sözlər deyirsinizmi? Uşaqların buna çox böyük ehtiyacı var, dəyərli valideyn atalar, çox böyük. Niyə görə? Fikir verin, fizioloji cəhətdən və biolojik olaraq bir evladınızı bağınıza basan zaman orada nə baş verir? Orada qəribə bir, belə deyək, mənəvi bir dünya yaranır. Uşaqda özünə güvən yaranır, uşaqda sevgi yaranır. Uşaq bağrına basılarkən valideynin tərəfindən isti bir, belə deyək, yuva qazanır, rahat bir ruh qazanır və bilir ki, məsələn, elə bir atası onu bağışladı, atası ona o xeyir duasını verdi və yaxud da, məsələn, uşaq da görürsən ki, müəyyən bir xətası olur, müəyyən yalan danışmaq olur, evdən gizdində pul götürmək olur, evdən gizdində, məsələn, maşını götürüb sürüb qaçmaq olur, nə bilim, uşaqda hər şey olur, təbii, müəyyən yaramazlıqları olur, amma bundan belə ata onu danlamaqdan sonra onu bağına basarsa, bu bizim şərq toplumundan gələn, belə deyək, milli dəyərlərimizdən gələn bir şeydir ki, bağına basarsa, uşaq onda özünə güvəni olar, uşaq hiss elər ki, ata onu artıq bağışladı, ata həmişə o böyüklüyünü göstərdi. Övlad həmişə valideynə baxar, görsün valideyn davranışları necə göstərir, uşaq da onu başlayar eləməyə. Bax, burada uşaqlarımızın tipləri var, bəyə dediyim gibi sosial və asosial uşaqlar var və bu sosial uşaqlarda aktiv, fəal, çalışkan, bu birisi isə asosial uşaqlar, içindən qapalı, çölə qapalı uşaqlar, ifadə eləyə bilməkdən çətinlik çəkən uşaqlar. Bir söz deyərsən, küsər, gedər o bir otağa, paşalar oturar orada bütün yarım saat, 1 saat. Abala, nə oldu, niyə belə eləyirsən? Açıb deməz, açıb söyləməz. Bu asosial uşaqlardır. Ümumiyyətlə, asosial uşaqlar çətin uşaqlardır. Xarakterin ümumiyyətlə o xüsusi tiplərdən biri də idarə olunan və idarə olunmayan tiplərdir ki, uşaqlar idarə olunan uşaqdır. Gəlir dərsdən özü hazırlayır, özü çalışır, özü hər bir şeyini görür. Uşaq da var ki, məsələn, bunu eləmək istəmir və özü istədiyi zaman eləmək istəyir. Valideyn bu zaman, məsələn, ona bir söz deyəndə artıq başlayır acığına gəlmək.
gəlməyə, artıq valideynlə konfliktə girməyə, özüm bilərəm, yaxşı eləyirəm, nə işsiz qalıb, vermirəm, istəmirəm, oxumuram, yemirəm, içmirəm, yemirəm və belə şeylər. Bu yönlü uşaqlarla biraz pişim-pişimlə, yavaş-yavaş, asta-asta, məsələn, xoş söz deməklə, yumşaq damarını axtarıb tapmaqla, bilirsiniz, həmişə bilin ki, bu uşaqlar şərtlənməyə meyillidirlər, çox tez şərtlənirlər. Məsələn, özlərini şərtləndirirlər. Valideyn bir kəlmə artıq bir söz desin, uşaq da ki, mən bilirəm o sən bu mənə deyəcəksən. Artıq deyir. Yəni, artıq bilir ki, valideyn ona bu məsələdə nə deyəcək. Məsələn, elementar bir şey, uşaqlar yığırlar bir yerdə piknik edirlər. Valideynlər, yox sən getməyəcəksən. Uşaq da mən bilirəm o sən getməyəcəm, ona görə pul vermədim. Yəni, şərtlənmə. Amma bunun valideyn özü də gəlsə bu uşaqlarla piknikə, özü də gəlsə müəllimlə bir yerdə, bir maraqlansa, uşaqda biraz asışma yaranar. Təbii, bəzən valideynlər narahat olur və deyirlər ki, bu uşaqların, asosial uşaqlar, bax bu tipli olurlar, qaraqabaq mübahisəni xoşlayırlar, daha çox üsyankar olurlar, mübahisə eləməkdə meyillidirlər. Bunlar da tiplərə görə çox çətin tip uşaqlar hesab olunurlar. Burada da bax bundan birini gösterin ve inşallah bitiririm. Tamam beyefendi. Nasıl isterseniz. Gel Tolga. Hadi be Tolga. Gel işte şuraya. Ya tamam. Sen oku, ben seni dinliyorum. Ya ne okuyorsun? Formülü ezberleyeceğiz. Kalk hadi. Bak, en azından formülleri bir yere yazalım. O kadar şeyi nasıl ezberlenir be abi? Size bir şeyler hazırladım. Acıkmışsınızdır. Sağ ol anne. Müthiş bir ama. Annem hiç meşhurdur. İyi de yani bunun yanında süt mü içeceğiz? Kola yok mu? Var tabii Beticiğim. Sen zahmet etme anne. Ben alırım. Yok evladım. Dikkatiniz dağılmasın. Ben şimdi getiririm. Benimkinin içine buz da koyarsan iyi olur teyze. Tabii. Oğlum sen ne biçim konuşuyorsun annemle? Alt tarafı bir buz istedik. Ne var bunda? Nereden buldun oğlum bu çocuğu? Senin yanına yakışıyor mu? Ya biraz rahat biliyorum ama. Bu rahatlık değil, saygısızlık. Odaya gidiyorum, toparlanmıyorum. Annesiyle babası boşanmış. O yüzden biraz dağıtmış. Ama iyi çocuktur. Kimin yanında kalıyor peki? Biraz annesinin yanında, biraz babasının yanında. Öyle idare ediyor. Şimdi de özledim çocuğa. Bunun için ben de çoğu şeyi görmezden geliyorum. Görmezden geleceğini mi söyle oğlum? Madem arkadaşsınız, hatasını söyleyeceksin. Anne. Daha gelmemiş. Gelsene. Yiyecek bir şeyler var mı? Açlıktan ölüyorum. Bakarım şimdi. Sen salona geç. Tamam. Mutfakta çekmiyor. Annem iyi pişirmiş. Allah! Ben de öyle bir tane. Anne. Babam gelmiş. Babam Tolga. Sınıftan arkadaşım. Merhaba. Hoş geldin. Yok ben duydum. Bu çok çok öyle değil mi? Evet. Bana bak. Bu adamı hemen götürüyorsun evinden. Ama baba. Aması maması yok. Ne diyorsan onu yap. Yoksa gitme tokat ben kovacağım ona göre. Allah Allah. Nereden bulursun böyle kendini bilmezleri? Çocukla saygı diye bir şey yok. Bütün mesele sen gelince ayağa kalkma aslında. Ne var yani kalkmasa? Ne demek ne var? Ne demek ne var? Ben onun kaç yaş büyüğüm. Karşısında arkadaşı yok onun. Baba bazen bu saygı işini biraz abartıyorsun gibi geliyor. Tamam. O çocukla arkadaşlık yapmayacaksın o kadar. Her şeye karışınız yetmiyor, bir de kimle gezeceğini mi tahmin edeceksiniz? O kadar da değil. Ya sabır. Oğlum görecektim. Herif korkudan bayılacak be. Yüzü bembeyaz oldu.
Tamam sırada hoca Mustafa diye bağırmaz mı? Bu yerinden bir sıçrada var. Affedersiniz evladım. Biraz daha yavaş olabilir misiniz? Dikkatim dağılıyor. Dikkatin dağılırsa gidelim de okula deme dayı. Ne işin var kafede? Ben sadece ricada bulunmuştum. Arkadaşım kusura bakmayın Metin amca. Ne özür diliyorsun be? Yalan mı? Rahatsız oluyorsa daha sessiz bir yere gitsin. Tövbe yeter. Hayret bir şey ya. Saygı göstermezler, saygı beklerler. Ben de yüksek sesle konuşmak istiyorum. Ne yapacağız şimdi? Yürü gidiyoruz. Ya bırak ya, biz niye gidiyoruz? Abi bırakacaktın ağzını böyle verecektim. Ya sen delirdin mi? Adam neden yaşıyor? İnsan biraz saygı duyar. Abi neyine saygı duyacağım? Herifi tanımıyorum, etmiyorum. Bir de bana ne yapacağımı söylüyor. Anam babam bile bana karışmıyor be. Keşke karışsalarmış. Hə, bax bu tip uşaqlar da var. Yəni biz buna asosial uşaqlar deyirik, çətin tərbiyə olunan uşaqlar deyirik. Və valideynlərimiz indi 3 dənə maddə üzərində durum və inşallah bitiririm. Burada birinci durmaq istədiyim məsələ uşaqların qida məsələsidir. Bir də yuxu saatlarıdır və bir də onların bəzi orqanizmalarda olan problemlər. Birinci, uşaqların qida məsələsi, səhərlər əgər maraqlansanız, uşaqlar səhərlərin, bir qrup uşaqlar səhərlər yemək istəmirlər. Səhərlər ac qarnına dururlar, ya Allah, əl üzlərini yuyur, ya yumur, birbaşa qaçırlar dərsə və gedirlər müəyyən işlərini dalayır. Və bu uşaq səhər tezdən ac qarnına günorta saat 1-ə kimi, 2-ə kimi ac qalır. Evə də gəlir, içəri girir, ac, məsələn, yemək istəyir, gəlir, hücum edir kuxunuya, bahar xörək var, yoxdur və yaxud da istədiyi xörək bişməyib və yaxud da yiyiblər, az qalıb, əsəbləşir, nə gəlir, yeyir və onunla minvanla gedir, başlayır bu dərslərini oxumağa. Və bu da bu uşağa çox psixi təsir göstərir. İkinci, əsas hədəf uşaqların qidalanmasında yaxşı olan ki, səhərlər qidalanması kalorili yeməklər olsun, tərkibində kalsium, zink, fosfor, bu tip maddələr olsun. Xüsusilə səhərlər çox yaxşı olar ki, uşaqlar, məsələn, südlü məhsullardan, ağartlar çoxlu yesinlər. Yəni süd deyəndə, yəni ora bir düyü, belə deyək, bu rus təbiri ilə desək, üzr istəyirəm, bu süd kaşası, nə bilim, düyüdür, qreçkadır, ondan sonra gerkulesdir, pilovadır. Südlə bişirib bunu uşaqlara səhərlər versəz, bunun faydası çoxdur, çünki tərkibində maddələr var. Ondan sonra səhərlər çox yaxşı olan ki, uşaqlara mərcus bu bişirəsi səhərlər az olsa yesinlər. Bunun tərkibində o maddələr var ki, onun beynini qidalandıracaq. Eynilə səhərlər çox yaxşı olar ki, məsələn, yağdır, bal dində Allah verənə nəyi gücü çatırsa ailənin bunu və bunun yanında ən önəmli məsələ heç olmasa səhərlər çox belə deyək, önəmli şeydir salatlar eləyəsiniz. Yəni səhər salatı yeməyi onun üçün günortaya qədər gücləndirir. Yəni o orqanizmasını müqavimətli eləyir. Ya beyni yaxşı qidalandırır. Salat, müəyyən salatlar, buraçiniz var, nə bilim, paytaxt salatı var, deyək ki, kök salatı var. Bu tip şeylərdən istifadə eləmək, səhərlər az miqdarda qoymaq yesin, həm iştahasını açacaq, həm də eyni zamanda onun o porsiyasını, fərqli müxtəlif yeməklər görəndə uşaq həvəslənəcək. Və bu səhərlər, demirəm, bunun hamısını təbii ki, birdəmir hamısını bişirib qoymaq. Yəni səhərlər hərəsində indi hansı imkan olursa, hansı varsa bunların verilməsi səhər uşağı məcbur eləmək lazımdır ki, yesin. Südlü yemirsə, heç olmasa salat yesin. Gündüzlər tərəvəzdən istifadə eləsin. Sulu xörəklərin yeyilməsi çox vacibdir. Xüsusilə sulu xörəklərdən istifadə olunma daha yaxşı olar. Və axşamlar meyvə sadə eləməniz, bunun çox böyük faydası var. Uşaqlar var ki, alerjik mənşəlidir. Onlar sitrus maddələr qəbul edə bilmirlər. Başqa məsələn meyvələr verə bilirsiniz. Amma onlar üçün axşamlar meyvə sadının olması çox yaxşı olar. Yeməkdən yarım saat qabaq meyvə sadə eləsəz, uşaqla bərabər oturub meyvə yesəz, o uşaqda məsələn biraz da iştaha artırar, yediyini yumuşaldar və s. Bu həvəsləndirər. Meyvələrin ümumiyyətlə bilirsiniz, indiki məqamda çox böyük uşağın orqanizmasına təsiri vardır, müsbət təsiri vardır. Axşamlar məsələn bizim uşaqlarımız daha çox yeyirlər, yəni də ağır yeməklər, ağır xörəklər yeyirlər. Səhər də ona görə yemək istəmirlər, ac qarnına durub dərsə gedirlər. Axşamlar yeməyi bir qədər mümkünsə azaldın, yüngül yeməklər verin. Yuxu saatına gələndə biz bilirik ki, 6 və 8 saatdan ibarətdir bizim norma yuxu saatımız. Bu uşaqlar gənc olduğuna görə, enerji olduğuna görə onların 6-7 saat yatmaları uyğundur, yəni problemli deyil, qorxulu deyil. 8 saat yatarlarsa eybi yoxdur. Amma 8 saatdan yuxarı olmaz və 6 saatdan da aşağı yatmaq olmaz. Çünki bəzən uşaqlar məsələn görürsən ki, axşamlar saat, məsələn hamı gələndən sonra
gedir başlayır, hamı yatandan sonra üzr istəyirəm evdə, saat 11-dən sonra başlayır oxumaq, gedir saat 3-ə, 4-ə, 5-ə kimi. Mümkündürsə bu belə bir vərdişi bu uşaqlarda tərk edir. Ne üçün? Deyə bilərsiniz ki, biz elə gecələr oxumuşuq, gecələr çalışmışuq, alimlərimiz gecələr yazıb, gecələr pozub. Bir məsələ var ki, bu uşaqlar gün ərzində fərqli yerlərdə olurlar. Gün ərzində bu uşaqlar, demək ki, hesab edin ki, neçə kilometr bu uşaqlar qaçırlar, sağdan sola, soldan sağa düşürlər, qalxırlar. Gün ərzində ona hə, buna yox, gün ərzində qədər gərginlik, həyəcan, o müəllimə çatmaq, bu dərsə girmək və s. Bu uşaqlar yorulur, bədən yorulur, əldən düşür. Və bunun üçün də mümkünsə gecə də durub, məsələn, normal yatmır və bu 3 aydan sonra yuxu mərkəzləri ki var, biz yuxu yatmaq istəyirik, o zaman yatmırıq, yuxu mərkəzləri gərgin olur. 3 aydan sonra uşaqda artıq qıcıqlandırıcı olur. Bir söz deyirsən, həmən başlayır kəskin danışmağa, kobud danışmağa və görürsən gözünün altı, məsələn, buralar qaralır və yaxud da belə gözünün ətrafı qızarır və yaxud da görürsən kapillərlər qıpqırmızı olur. Yuxu saatı önəmlidir. Yuxu 3 fazıdan ibarətdir. Gecə saat, axşam saat 11-dən gecə saat 1-ə kimi, saat 2-dən də səhər saat 5'e kimi. En ağır yuxu saati 2'den 5'e qədərdir. Bu yuxu saatini insan yatmalı ki, istirahət eləsin. Bu yuxu saati dərin olduğuna görə uşaq yəni bu ərəfənin yatması daha uyğun şəkildədir. Yaxşı olar ki, səhər saat 5'də qalsın, 6'ın yarısı qalsın, 6'da qalsın. İndi qış fəslidir. Çünki nəzərə alın ki, qabaqdan mart inşallah gəldiyi zaman, yaz fəsli gəldiyi zaman bu uşaqlar yorulacaqlar. Bu uşaqlarda qəribə süstlük olacaq. Bu uşaqlarda məsələn yorğunluq meydana gələcək. Maddə maddəsi pozulacaq. Məsələn bir söz deyəcəksən, həmən məsələn evdəki bacısını, qardaşını ya kimsə azlayacaq. Dərsə meyli azalacaq. Bütün günü yatmaq istəyəcək. Səhərlər məsələn həmişə normada duran uşaq səhərlər yerindən qalxa bilməyəcək. Qoy biraz yatım. Bu nədən yaranır? Aprel ayı, mart ayı, qanqanyan dövrü, bilavasitə bu uşaqlara gecikmiş eğitməlik dövrü də baş verərsə, o uşaqlar ümumiyyətlə iştahsızlıq, yorğunluq uşağın dərsinə, oxumağına, çalışmağına mənfi təsir göstərəcək. Dəyərli qiymətli valideynlərimiz, mənim sizdən son bir xahişim nədən ibarətdir ki, aprel ayında, mart ayının sonu, aprel ayında mümkündürsə uşaqlarınızda bu tip simptomları görərsinizsə, məsələn, iştahsızlıq, gərginlik, əsəbilik, göz ətrafının deyək ki, qızartılı olması, ondan sonra yemək yeməmək, axşamlar məsələn, həmişə 6 saat, 8 saat çalışan uşaq 2 saat çalışır, yatır. Bu halları görürsünüzsə, demək ki, uşağın orqanizmasında müəyyən bir problemlər meydana gəlib. Həkimə aparıb, analiz versəz, müəyyən deyək ki, müayinədən keçəndən sonra bir müalicə götürsə, vitaminlər alsa, yenidən bərpa olunacaq. Bizim uşaqlara həkim deyəndə, valideynlərə həkim deyəndə həmən düşünürlər ki, həkim ona bir kilo dərman yazacaq, uşağımı yatızdıracaq. Bu şeyə şərtlənməyək. Şərtlənək o şeyə ki, yəni hə, uşağı aparım, yoxlayayım. Aprel ayda istərsəməz qanın dövründə onun müəyyən bir problemi çıxacaq ortaya. Revmatizması ola bilsin. Bəzi uşaqlar var ki, revmatik problemləri var. Bunu məsələn valideyn hiss eləmir, amma uşaq bunun əziyyətini çəkir. Revmatik problemlər olan uşaqlar bilirsiniz, davamlı gərgin olurlar, yuxulama, yatmaq istəyirlər, yuxu problemləri olar. Davamlı ilə deyir ki, mənim oturam, yatmaq istəyirəm. Məsələn, baş ağrısı olan, şikayət edən uşaqlar var ki, başım ağrır, valideyn gətir titramonu verir ki, kəsəcək, işdə olmaz. Çox oxumusan ondandır. Amma ondan deyil, bəlkə də qarmariti var, bəlkə də deyək ki, beyndaxil təzyiqi oyanıb, bəlkə də və s. Yəni birbaşa özümüzdən həkimlik eləməyimiz mənə gəlir ki, doğru deyil. O uşağın şikayəti varsa, demək ki, şikayəti var, bunu aparıb həll eləmək lazımdır. Və bir də göz məsələsində də uşaqlar var, görürsən ki, məsələn, göz zəifliyi valideyn bunu hiss eləmək, diqqət eləmək istəmir. Göz zəifləyən uşaqlar necə müşahidə edə bilərsiniz? Bunu valideyndən gizlədir və ya valideynə demir və ya başa düşmək istəmir. Bunun valideyn hiss edə bilər uşağın oxumağı, uşağın stəkanı götürməyi, uşağın məsələn evdə yemək yeyərkən çox aşağı əyilməyi. Bu tip şeylər var. Bundan müşahidə edə bilər ki, uşağın gözündə zəifləmə var, həkim aparsın, bir göstərsin. Və bu tip məsələlər var ki, valideyn diqqətsiz olur. Uşağın yatmaq məsələləri, diqqət eləyəsiniz ki, uşağın necə yatır, nə tər yatır, necə deyərlər. Uşaq var, məsələn, başını qoyur burada, səhər durur, başı o tərəfdədir. Yəni, demək ki, bu narahatdır. Nədənsə narahat ki, davamlı bu vəziyyətdədir. Bax, söyləniləsiz şeylər çoxdur. Söyləmək istədiyimiz şeylər o qədərdir ki, yəni bitmir. Amma söyləyəcəyim əsas məntiq buydu ki, Allah sizin övladlarınıza və cəmiyyən bütün övladlarımıza salamatlıq nəsib eləsin, ailənizə xeyir bərəkət gətirsin, nə arzunuz, diləyiniz var, inşallah haqlarına xeyirlisi nədirsə Allah onlara nəsib eləsin, inşallah instituta girsinlər, oxusunlar. Amma illa ki, uşağa deməyin ki, mütləq, məsəl üçün, səviyyə 4-cü qrupa yazsın,
Səviyyə birlik deyil, birə yazsın. O uşağın özünün seçimindəndirsə və sizinlə bu işdə yardımınız varsa, bu daha yaxşı olar deyə düşünürəm. Allah balalarınızı xeyirli övladlar eləsin vətənimizə, dünyamıza və gözəl, imanlı, işıqlı övladlar olsunlar inşallah. Sağ olun, salamat qalın. Dərdim.